Əməllərindən biri oruç tutmaqdır Qədirxum günü və fövqəladə savabı var Qədirxum günü oruç tutmağın. Yazırlar hədislərimizdə ki, 60 ilin günahlarının kəffarəsinə bərabərdir. Buyurur, Qədirxum günü tutulan orucun savabı 100 həcc və 100 ümrə ziyarətinin savabına bərabərdir. Ondan sonra ehsan vermək, Qədirxum günü ehsan vermək əməllərində qeyd olunub. Qədirxumun əməllərində. Çalışaq, az məbləğdə də olsa, balaca məbləğdə də olsa ehsan verək. Qoy Həzrət Əlinin vilayətinin elan olunduğu gün bir bayram ruhiyyəsi olsun. Qoy insanlar soruşsun, bu ehsan nə üçündür? Deyəsən, bugün Qədirxum bayramıdır. Qoy Əlinin bayramını qeyd eləyənlər çoxalsınlar. Və bir əməli də deyirlər, sədəqə verməkdir. Qədirxum günü sədəqə vermək çox fəziləti var. Yəni, niyə fəziləti var? Əlaqəsi var Həzrət Əli ilə. Əli o şəxsiyyətdir ki, günü, gecələri yetimlərin yanında keçib, fəqirlərin yanında keçib. Elə bir gecə olmayıb ki, Həzrət Əli əleyhissalam fəqirin qapısını döyməsin, fəqirin evinə nəsə bir pay aparmasın, fəqiri unutsun. Ona görə Əlinin bayramında gərək sədəqə verəsən. Bir əməllərindən də bir silə-i rəhimdir. Qohumu, əqrabanı, valideyni başa çıxmaq, ziyarət eləmək. Sonra bir əməli çoxlu salavat zikr eləməkdir. Həmin günü salavat çox zikr eləyəsən və Əmin Allah ziyarətnaməsi ki, dua kitablarında var. Böyük ziyarətnamədə deyil, qısadır. Əmin Allah ziyarətnaməsini oxumaq Qədirxum gününün əməllərindəndir. Allah bizi bu günün feyzindən, bərəkətindən binəsib eləməsin inşallah.